tapdılar. Bunu biz tam mahiyyəti ilə anlasaq məsumların bu davranışını və gələcəkdə də İmam Zaman haqqında da təsəvvürümüz dolğun olar. Mən keçən dəfə demişəm, biz müsəlmanların İmam Zaman haqqında təsəvvürümüz budur ki, o xeyirxah diktatordur məsələn, belə düşünürük. Diktatordur amma xeyirxah. Özü üçün yox, haqqı üçün gəlib diktatura quracaq. Xeyr, tamamilə yanlış bir fikirdir, tamamilə. Əgər diktaturaya qalsaydı, artıq onu çoxdan eləmək mümkün idi və lazım idi də, olardı da. Amma elə onun qeybdə olmasının səbəbi məhz xalqın seçiminə verilən önəmin göstəricisidir. Bilirsiniz, xalq, bəşəriyyət öz seçimi ilə bu nəticəyə gələnə qədər onun qeybdə olma dövrü davam edir. Yəni bu görün nə dərəcədə insanların iradəsinə, seçiminə bu din hörmət göstərir. Yəni bu barədə danışmaq olar saatlarla. Mən xahiş edirəm sizə ki, İslam peyğəmbərinin həyatını bir daha deyirəm, qarış-qarış mütaliə edin. Orada görəcəksiniz ki, bizim dünyaya deməyə sözümüz çoxdur. Peyğəmbərin bir tərəfini qabardırlar, döyüşlər filanlar. Amma hamısını qəşəng, məntiqli şəkildə izah etmək olar. Hətta mən bir dənə şey deyim ki, filmlərə biz baxırıq indi. Düzdür, çox sayda film də yoxdur. İndi son İran çəkdiyi filmə mən baxdım, İstanbulda olanda. Yaxşı cəhətləri var, bir sıra cəhətlərdən üstün film sayıla bilər. Həm texniki cəhətdən, həm ideya baxımından dinlər arası vəhdət məsələsi orada qabarır, xristianlıq, yahudilik və İslam arasında. Ümumbəşəridir. Amma hələ mən bir film və bir kitab görməmişəm ki, Peyğəmbərin bax, bu Şəhid Mütəhhəri bir qədər danışırdı. Amma yenə də bu prizmadan yanaşmırdı məsələyə. Bugünkü günün eynəyi ilə o məsələlərə baxsaq, onun idarəçilik üsullarının insanlarla davranması, son dərəcədə hörmət göstərməsi, insanların haqlarına, hüquqlarına, son dərəcədə ehtiramla yanaşması məsələsi araşdırılmalıdır və təqdim olunmalıdır. Həm kitablar vasitəsilə, həm bədii əsərlər vasitəsilə bu məsələyə bir qədər vurğu vurulmalıdır. Çox önəmli məsələdir. Əslində dünyaya belə bir adam lazımdır. Belə bir rəftarı dünya arzulayır. Sadəcə olaraq onu qabartmaq çox ciddi məsələlərdən biridir ki, bugünkü dərsimiz məhz elə fikirləşdim ki, bu mövzuya həsr olunsun və bu 12 nəfər seçdiyi insanlarla bağlı bu nəticəyə gəlir ki, Allah və Rəsulu hər bir belə deyək, tədbiri insanların mövcud vəziyyətinə uyğun tökür. O tədbir Allahdan gələn, Allahın iradəsi və Peyğəmbərin də seçimi cəmaatın seçiminə uyğunlaşdırılır. Təbii ki, məsumları burada ayırırıq da. Məsumlar ümumiyyətlə məsum fəlsəfəsi çox geniş fəlsəfədir, amma hətta məsum belə Həzrət Əlinin qapısına gəlirlər. Düzdür, indi biz o dövrə gəlib çatmamışıq. Siz maraqlı bir hadisədir. Yəni Həzrət Əlinin qapısına insanlar gəlir ki, biz sənə beyət etmək istəyirik. Həzrət Əli əleyhissalam onların yönəldir, deyir gedin Zübeyrə beyət edin. Mən də sizinlə bir yerdə Zübeyrə beyət edirəm. Əslində üst nə demək istəyirəm? Siz Zübeyrə layiq adamlarsınız. Siz Zübeyrə layiq adamlarsınız. Əslində belə baxsan Allahın seçdiyi imamdır. Söz oyunu oynamır. Yəni tarif eləmir o İranlıların sözləri tarif ki, buyurun. Belə məqsəd daşımır. Təbii ki, söz deyirsə, deyir ki, mən Zübeyrə beyət etməyə hazıram. Yəni insanlar hətta üst tutanda belə hiss edir ki, o tam lazım olduğu qədər bilirsiniz necədir? Zülmdən bezmək kifayət deyil. İmam Zamanın zuhuru ilə də tətbiq edin bu məsələni. Onlar zülmdən bezmişdilər, amma ədalət haqqında təsəvvürlər yox idi. Yəni bunu istəmirəm, nə istəyirəm bilmirdilər. Bugün də dünyada zülmün artmasına ehtiyac yoxdur. Maşallah artıqlaması ilə də hər yerdə də bəllidir ki. Amma təsəvvür nədir, nə istəyirik? Biz hələ bax burada oturanlar müəyyən etməmişik.